Cennet bağı deyilən bir yer vardı. Çıxırdıq o dağın kəlləsinə daşlarla yapışa-yapışa. Arsa 2 saat ərzində buranı tam şəkildə gəzə, görə, hər yerlə maraqlana bilərsiniz. Ki insanlar burada qurbanlarını da kəsirlər. Videomuza keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Gəlmişik Əsabi Kəfə. Hava Naxçıvanda çox yaxşıdır, həqiqətən əla gündür. Gördüyünüz kimi quşların cəhcəhi çox gözəl. İndi görək Əsabi Kəfdə sona qədər qalxa bilirik dağın başına qədər. Sərindir. Hətta yuxarı qalxdıqca daha da sərt olacaq. Görək yuxarı qalxa bilərikmi? Bura Əsabi Şah mağarasıdır. Biz Yerin Qulağı kanalımızda əvvəldə sizə məlumat vermişdik birinci videomuzda. Əsabi Şəhərlə bağlı ətraflı məlumat vermişdik. Tarixi ilə bağlı, necə yaranması ilə bağlı. Həmin videonun da linkini atacağım videonun şərh bölməsinə. Bu dəfə istədim ki, özüm canlı şəkildə bura necə çıxmağı, nə qədər vaxta çıxmağı sizə göstərim. Gördüyünüz kimi çox fərqli yerlərdə həqiqətən, dağların, qayaların arasında çox fərqli ab-havaya malik bir yerdir. Hazırda bax qalxan yerdəyik. Gəlin. Baxın insanlar qalxmağa başlayır yavaş-yavaş bura. Burada giriş lövhədə Əsabi Kəf haqqında gördüyünüz kimi məlumat. Artıq Əsabi Kəfin pilləkənə qalxmağa başlamışıq. Çox çətindir qalxmaq ki, görək qalxa bilirikmi? Başladıq demək. Artıq 50 metrə yaxın qalxmışıq. Onu deyim ki, indidən hava təsir edir. Baxın, görün, buradan atılan mənzərəyə. Burada oturmaq üçün yerlər də qoyublar ki, çox çətindir həqiqətən. Oturmağa yerlər qoyublar. Biz də 1-2 dəqiqə oturaq. Artıq təniz nəfəslik başlayıb. Düşünürdüm ki, tez çıxarım. Getdikcə yaşlıdan cavana çox adam bura gəlir həqiqətən. Başladım artıq addımlarla. Çox. Siz də gələndə nətə boş idi? Yəni ağaçlar sat yox idi heç nə? Heç bir dənə də. Buralar pilləkən yox idi ki, bunlar. Əvvəl necə qalxırdınız bura? Buralar, hə? Pilləkən olmayanda nə ilə qalxırdılar? Ayağına. Yəni yer bəs Pilləkən zad yox idi ki, qalxırdıq bura, çıxırdıq orada bir cennet bağı deyilən bir yer vardı. Çıxırdıq o dağın kəlləsinə daşlarla yapışa-yapışa. Fikir verin, mənzərə inanılmaz həqiqətən. Biz artıq yarılamışıq. Artıq yaxınlaşmışıq demək olar ki, belə görünür sona qədər çıxacağıq. İndi harsa bir 15 dəqiqədə gəlirik.
qayaların arası ilə keçirik indi. Necə? Çox fərqli yerdir. Qayaların altı ilə oradan keçdiyində. Yaxşı. Burada baxın, fikir verin. İnsanlar qalxırlar. Pilləkənlərlə də artıq dəmir pilləkənlərlə yuxarı qədər. Bəli. Artıq pilləkənləri qalxmağa başladıq biz də. Çox çətindir. Həqiqətən yüksəkliyə fikir verin. Görün nə qədər məsafəni qət elədik belə. Fikir verin. Necə? Çox uzaqda həqiqətən. Baxın, buradan da yuxarı insanlar gedir, çox yuxarıdır. Deməli, burada da biz buradan qalxandan sonra bir yer var. Baxın, daşları bu şəkildə arzu tutub yığırlar. İndi təbii ki, bilmirik bu. Mən özüm də soruşdum burada. Deyirlər, məsələn, arzu tutub, hər hansı tutub daşları bu şəkildə qoyuruq. Ona görə bu daşlar, diqqət edirsinizsə, bu şəkildə qoyulubdur. Bəli. Gördüyünüz kimi pilləkənlərin hamısını qalxdıq. Deməli, biz bura qədər qalxdıq. Ən yüksək yerdir bura artıq. Bura mağaralar, baxın, buralarda sondur artıq. Bura qayaların son bitişdiyi yerdir. Biraz da burada hətta təhlükəli yerlər var. Baxın, ən cins nöqtə. Bəli, biz artıq sona qədər çıxdıq. Haradasa 20 dəqiqəyə buraya çıxa bildik. Gördüyünüz kimi çox yorulduq ayətdə. 20 dəqiqə, 5 dəqiqədə ortalarda dincəlməklə, oturmaqla. Düz, yəni elə yaşlı adamlar var, çox tərəfsiz oturmadan çıxırlar. Hətta söhbətləşdik, deyir. Bir dayı bizə dedi ki, yox, burada oturmaq üçün olmaz, birbaşa qalxacam deyə və qalxdı yəni. Çox fərqli bir yerdir. Çox az şəkildə günəş düşür. Çox az bir hissə boşdur ortası. Görün ancaq necə fərqli bir aurası var. Bura necə çıxmağı, nə qədər vaxta çıxmağı sizə göstərim. Vlogumuzu bu şəkildə təşkil edim. Yəni gəlmək istəyənlər çox rahatdır. Naxçıvandan birbaşa Hesabı Şəfə məsafədə yaxındır. Yarım saatlıq yoldur deyək. Oradan da bura əsas girişdən bura birbaşa 20-25 dəqiqə maksimum deyirəm oturaq, dincələrək qalxmışıq bura, qalxmaq olur. Təbii ki, düşəcəyimiz vaxtı bilmirik hələ, nə qədər vaxtda düşə bilərəm, onu da yoxlayacağım. Artıq düşməyə başlamışıq. Düşmək daha fərqlidir həqiqətən. Aşağı düşmək. Burada da aşağı düşərkən, qalxarkən pilləkənə görə bir nəfərlikdə gözləmək lazımdır. Ortada burada məscid var. Gözün hər kəs. Bura elə bil ki, Başaqdağın yarıya qədər məsafədədir bu məscid. Baxın, burada gəlirlər, nəzr ol nəzrini qoyur ayaqda. Daha bir yer var burada. Burada oturma yeri var. Gördüyünüz kimi türbələr var. Burada da bir qalxan yer var. Məscid tərəfdən sonra daha bir pilləkən var. Pilləkən başı bu digər tərəfə qalxır. Artıq buradan da düşməyə başlayırıq.
Deməli bura məscidi. İnsanlar gəlirlər, burada yuxarıda da göstərdim. Otururlar orada sərləndə. Burada. Sonra aşağı düşürlər. Görün nə qədər gələn var, gedən var. Həqiqətən çox insan bura gəlir, buranı görmək istəyir. Çünki fərqli yerdir, həqiqətən mənzərəsi, görünüşü, havası, aurası eyni zamanda. Gəldik, çatdıq. Artıq burada da ümumi Əsabəşəhər mağarasının girişindən ümumi mənzərədir. Deməli, səhər saatlarında biz daha tez gəldik. Naxçıvandan birbaşa bura. Görün, indi saat buradakı vaxtın sonra 10-11 arası görün nə qədər gələn var bura. Biz indi də soruşduq. Deməli, taksi ilə birbaşa Naxçıvan aeroportuna düşüb bura gəlsəniz 20 manata taksi gətirir. Bura gətirib aparır. Əsabəşəhər mağarası ziyarətimiz, gəzintimiz burada başa çatdı. Videomuzu bəyəndinizsə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir.